O toylar meyardırmı sənətkarın sənətkar? Təbii ki, hərənin Allah Subhanahu taala bir ruzisini verir. Kimi 3 toya, kimi 5 toya, kimi 10 toya. Amma söhbət ondan gedir ki, bak Nişanə xanım da söylədi. Nişanə xanım ustadlardan, böyük ustadlardan dərs almış, puxtələşmiş, musiqinin içində cilalanmış bir gəncimizdir. Toy başdan ayağa 6'da 8 tutpadan ibarət deyil. Toyda gəlib bir əsər də istəyə bilərlər, hansısa bir bəstəkarın əsərini də istəyə bilərlər səndən. Muğam parçası da istəyə bilərlər. Məsələn, Nişanə xanım heç bir qorxu yoxdur. Yerdə arazları oxuyub, birdən biri deyir ki, xanım, bir dənə arazları mənim üçün oxuyun. Rayon yerində oxudu, bir Qarabağ şəsəs, bir Heyatı oxudu, bir Seydi oxudu, bir Şur oxudu, bir Dilkeç oxudu, mahvur nəsə bir şey oxudu. İndi bunlar ki, bu məhkumlar ki, çıxıb bu sənətdən, gəlir yarım saatlıq koydu diskini, çappa getdi. Onun arkasından o birisi gəlir. Amma illər öncə məsələn sənətkarlar Niyaməddin müəllim burada ki, yəni biraz yenə də deyirəm, üzr istəyirəm. Bizim Niyaməddin müəllim çağırmaz. Yox, nə barədə? Nə o yanında danışmıyor. Mən öz yerimi yatağım bilən adamam. Yəni hər zaman, həmişə biz böyüklərimizə səcdədə bulunmuş insanlarıq. Yəni onlara kiçilik eləməyə bacarmalıyıq. Mən müəlliməm. 19 ildir müəlliməm. Mən istedadlı gəncləri çox sevirəm. Əbəq bəlkənli gəncləri çox sevirəm. Böyüklər də böyük olmalı ki, kişilərə hörmət eləməlidir. Kiçiklər də böyüklərə hörmət eləsinlər. Amma indi elə deyil. Müəyyən yaşa dolmuş mənim elə tərəf müqavilərim var. Gənclərə belə, nə bilim, görürəm ki, belə xoşa gəlməyən beləsi. Bu sənin evladın yerindədir. Bu əgər istedadı varsa bunu təriflə. Mən Nişanənin bir niyə tərifləməyim ki, istedadlı qızdır, maşallah. Səhər-səhər